Birinci oyunda 5 oyuncusunun her biri xırda şəraflarla dolu qablardakı rəqəmləri tapmalıdır. Bütün iştirakçılar 2 dəqiqə ərzində üzərlərine düşən vəzifəni uğurla icra edərsə, Amerika səyahətinə namizəd qonaq tapılan rəqəmləri toplamalı, 4 rəqəmli kodu müəyyənləşdirib sandıqçanın qıfılına saxladı. Oyun verilən vaxt ərzində dayandırılsa, mərhələ qonağa 100 al kazandıracaq. Və tək-tək eləməlidir iştirakçılar. Johnny nəzarət elə, sağdı, işə saldı. Buyursun iştirakçılar bir-bir. Vaxtı nəzərə alsın dostlar. Tez-tez rəqəmləri bizə təqdim eləyin. Dağıtmaq olmaz, heyvanları incitmək olmaz. Beşi yığ falan, 5'i yığ burada. 5 birinci rəqəm tapıldı, 4 rəqəm qalıb. Tələsək biraz. Aha, ikinci də tapıldı. Aha, neçədir? Tez diyor. 3, 5, 3. Yaxşı gedirlər. Yaxşı. Tez, Johnny tez. 6. 3 rəqəm tapılıb, 2 rəqəmimiz qalıb. Biri də tapıldı. Bir dənə qalıb. Son 1 dəqiqə, 1 dəqiqə. O da tapıldı. Bravo, 0. Yox, açılmır bu dostlar. 6, 0, Zaten vaxtımız donur da, aslında 5, 1 və stop. Sandığımız açıldı, saat saxladıq. Bravo, iştirakçılara dəvət edirik. Güclər qazandım, ayaladım. Amma tez sevinmə, çünki ən asan mərhələni. Onda qəhərimiz alırız qabaqdan. Mən almışlayıram iştirakçıları. İştirakçılar deyim ki, çox cəsarətlidirlər. Tez tapdılar. Amma indi Fəqan, o mərhələdir ki, sən bir nəfəri uzaqlaşdıracaqsan. Sənə kömək eləmək üçün hələ fikirləş, iştirakçılar özləri aralarında səs vermə eləyəcəklər. Ona kimi Fəqan, səni təbrik eləyirəm. Keçən dəfə gördüm Heydər Əliyev sarayında böyük bir konsert verdi. Stand-up konsertim. Anşlaq konsert oldu, əslində böyük uğurdu. İlk dəfə idi də. Heydər Əliyev Sarayda 2 dəfə stand-up konsertim oldu, amma ondan öncə 2 konsertim Nizami Çorlu mərkəzində oldu. Bu danışıqlar keçir. Sonra Almaniyada Körün şəhərində, o da saraydan. Bu dəfə sentyabrın 21-i oldu. Ölkəmizin bir nömrə sarayı Heydər Əliyev adına sarayda. Danışıqlar keçdi. Ümumiyyətcə, demək olar ki, bilet qalmadı. İndi bax, rəqəm olaraq mən yaxınlaşıram. Bir nömrəli iştirakçıya görə, ona görə zəif kimdir? Yazıbsa, şeir yazır deyəsən. Onlar bir-birini tanıyırlar əz qardaş. Bəli, 3 nömrəni yazdı Fəqan. 2 nömrəli iştirakçıya görə zəif 5 nömrədir. 3 nömrəli iştirakçıya görə zəif 2 nömrədir. 4 nömrəli iştirakçıya görə də 2 nömrə, 5 nömrəli 3. Bir dənə göstərin, baxın. Deməli, 2 dənə 3, 2 dənə 2. Çox sağ olun. Hə, Fəqan, buyur. Və vaxtımız azdır, seçim eləmək lazımdır. İpucu vermirik dostlar, ipucu vermirik. Nə bilim mən də belə görə elə qırığın oyundu. Kim sənə daha zəif gəlir? O qara meymun. Qara meymun zəif gəlir, 5. 5-i kimsə yazmış da, 1 nömrəli iştirak... Aha, 2 nömrəli iştirakçı yazmışdı 5-i. Geyimlər eynidir deyə seçmək də biraz çətindir, düzdür, maskaları ayrıdır. 5. Bu arada Ecem Moda evinə təşəkkür. 5. Niyə 5 Fəqan? O rəngi fərqli deyil, o gözüm onu tutdu. Gözüm onu tutdu. Kim olar Fəqan o? Bizim sahənin adamı və yaxud sənin dostlarından. Xanım, bəy, fərqi yoxdur. Hətta xanım da olur. Bəli, əlbəttə. Yox, xanım dostlarım yoxdur. Amma fikirləşsən ki, sənə görə gəlməz heç bir xanım. Yox, inanmıram. Çünki mənim heç bir xanımla münasibətim yoxdur. Mən oxşadıram onu Talib Talihə. Və qərarın yenə 5 nömrədir. 5 nömrə, hə. Uzaqlaşdıraq. Yəni uzaqlaşıb çıxış gedəcək. Yox, oturacaq. Yanımızda olacaq. Və qərar qəbul olunur. 5 nömrəli iştirakçı ayağa qalxır və üzünü çevirir. 5 4 Mən görəmirəm ya, eşə. 3 Talib Talih 2 Görə bilərəm, nə olur? və 1 Elə Talib Talih. O maskanın altında Haydar Ağami
qardaşım, istedaqlı qardaşım. Necəsən? Səni tarixləri oxşatdı. Biri sən niyə belə elirdi? Tarafda bana qoy. Hərəkət. Mən əsl güclü oyunçuydum. Sadəcə Zofərdən narahat oldum ki, mən zəif oyunçu kimi göründüm ona. Hər halda indi bu çıxartdı məni. Yəqin ki, o birisi oyunçular mənim yerimi boş qoymazlar. Abi sən niyə belə verirdin? Qoymuraq, qoyum ki. Yox, bədənin olduğunu belirlədin. Dedim mən. Beləndə pleşt qoydum. Bəlkə səni yamsılayırdı. Səndə biraz genəlmək var ona görə. Nətər? Biraz səndə genəlmək var efirdə. Ola bilər onunla bağlıdır. Ha Ramin, onunla Yox, bağlı. eşəmə. Əyləş rahat. Əyləş rahat. Çox sağ ol Ramin, əyləşsən yanımızdadır. Yəni ümumiyyətcə mən səni tanıyıram, bilirəm elə şey, amma mən çox adamla eşidirəm Zarafat ki, deyirsən, ciddi deyirsən. yox ciddi deyirəm. Səni çox adam təkəbbürlü kimi tanıyır efirdə. Niyə? Bilmirəm, yəni çox adam fikir deyir ki, məsələn, istedadlı adamdır, gülürük filan, amma hardasa görürük həyatda çox təkəbbürlüdür. Yox, mən söz deyim. Sən də söz deyirsən, ümumiyyətlə təkəbbürlü insanlar heç vaxt insanları güldürə bilməz. Bu bir. Və bizim dilimizdə də var ki, ümumiyyətlə təkəbbür insan özündən başqa heç kimə Yox, indi bu insanların fikridir. Sən hörmət eləməlisən. Sən insanlara elə fikir mənə indiyə kimi görməmişəm kimsə deyə. İndi sən əgər onu deyirsənsə, naborudur bəzi insanların dilinə də məni salsan, fərqan güya təkəbbürüdür filan başqa. Biraz eləsən də. Yox. Yox, fərqan biraz eləsən də. Yox, səhv danışsan, nə işin? Yox, səhv danışmıram. Yəni təkəbbürlü olmasam mən demərəm. Mən söz deyim də, mən elə bir insan deyiləm, kimsə də mənim haqqımda düşünmür elə, sən onu düşündürə bilərsən. Yox, biraz genəlmək var səndə, açıq deyim fərqan. Odur ki, yaraşır ha, amma yaraşmasa heç mən sənə yaraşdırmıram o sözü, sözü mənə deyəsən qadan alır. Mən sənə xətrimiz, hörmətimiz aramızda. O genəlmək mənim nə canımda, nə genetikamda, nə qanımda yoxdur. Hər hərəkətləri də efirdə yaxşı görsənmi? Buyur. Yox, sən deyirsən mənə bəli nə varam, aktyoram da, mən əlinlə danışmalıyam. Problem yox. Allah köməyin olsun, qadan alır. Hə, getdin. Bəli. Sağ ol. Çünki elədin hər şey. Söndürmə, elə üstündə get, problem yoxdur. Hə, Allah köməyin olsun. Sağ ol. Yaxşı, qada qalır. Hə, bu da bir də o biri təşdirləmişdi. Ramin də inanmıyor bizə görürsən. Ben dedim hara gedir? Biz gedirsən, biz sənə gedirsən. Ya biz buna göptü işimiz tutacakmışız. Ramin. Sənə deyim ki, Ramda oturan efirində də hamı inanır. Yox, inanmıyor, sadə adamdır. Amma biraz var da. Hər halda 100 xal qazanmışsan, fəqən təbrik eləyirəm.